Fövqəladə Hallar Nazirinin müavinlərinin işdən çıxarıldığı qeyd edilir. Yeni Sabah Manset.az-a istinadən məlumat verir ki, müvafiq əmrlə Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrdən azad ediliblər. Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil. Manset.az yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təksib etməyib və telefonu söndürüb. Dövlət Sərhəd Xidmətinin Baş İdarəsinin sabiq rəisi, Polkovnik Knyaz Qaralov vəfat edib. Yeni Sabah məlumat verir ki, o bugün günorta saatlarında dünyasını dəyişib. Nəzərinizə çatdıraq ki, Knyaz Qaralov uzun illər Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə çalışıb.